Quran-ı Kərimdə Allah buyurur ki, Peyğəmbər denən onlara niyə zahiri gözəlliyi özlərinə haram eləyiblər? Biz bəzən zahiri gözəl etmək mövzusunda bunu səhv salırıq. Elə bilir, mömin ancaq ruhunu fikirləşər və ümumiyyətlə zahirinə fikir verməz. Yox, mömin sadəcə olaraq zahiri gözəlliyinə insanlara gözəl görsənsin deyə eləməz. Bunun özünü də Allah üçün eləyər. İmam Həsən əleyhissalam gözəl paltar geyinirmiş, gözəl ətir vururmuş, yaxşı miniyə minirmiş. Bunlar heç biri qadağan deyil ki. Sadəlik bu deyil ki, sən zahirə fikir vermə. Sadəlik budur ki, bu şeylər sənin üçün qəlb bağlılığı yaratmasın, bu şeylər səni riyakarlığa vadar eləməsin, bu şeylər səni başqalarının gözündə şöhrətə vadar eləməsin, bəli, mənəvi xəstəliklərə aparmasın. Sadəlik budur ki, sən bunu eləyəsən və bunun heç biri səndə mənəvi xəstəlik yaratmasın. Amma bu deyil sadəlik ki, sən fikir verməli, çirkli paltar giyin, təmiz olma, ətirlənmə, səndən xoş qoxu gəlməsin. Çünki mən sadə yaşıyorum. Bu dinin dediyi sadəlik deyil.